İndi də Maximanın tələblərini bilmədən onu harda gəldi yerləşməsindən asılı olmayaraq əkməyimiz zamanla Maximanın da bazarda hörmətdən salacaq. Zamanla Veyrut girəcək bazara. Söz yox ki, Veyrut hələ tam potensialını öyrənilməmiş zalaqaltıdır. Gisen İnstitutunun məlumatlarına əsasən tədqiqatların tamamlanması üçün hələ 2 il daha çəkəcək. Düşünürəm, heç tədqiqatlarını tamamlamamış bizim bazarda ona da yer veriləcək, çünki şoranlığa davamlı xüsusiyyətlərinə görə bütün zalaqaltılardan öndədir. Kök qırılışı Maximanı, məhsuldarlığı və erkənciliyi Gizella 5-i, yəni 5-in də önündədir. Belə bir şeydir, yəni belə bir zalaqaltıdır. Nəzərinizə çatdırım ki, hazırda özümüzün kiçik in vitro laboratoriyamızda Maxima, Gizella və əncir tingləri yetişdirməkdəyik. Demək olar ki, Maxima və Gizella'ya ehtiyacımız yoxdur. Mırta yetişdiririk. Təxminən 150 mindən artıq zalaqaltıdır. Ehsanat olaraq paylanacaq, tingçilərə veriləcək, fermerlərə veriləcək. Amma ənciri özümüz üçün yetişdiririk. İnşallah ki, özümüzə əkəcəyik. İstəyən olsa xəbər edin. Yəni Gizella ilə Maximadan ötürü. Mart-aprel ayında dağıdacağım inşallah gilasları. Veyrutun materialını da zakaz eləmişik. Onu da gətirib inşallah in vitroda denemək istəyirik. Kimdəsə Veyrut varsa, kiçik nümunə götürməyimizi bizə təşkil etsələr, əl olardı. Yəni biz də sifariş gəlməyini gözləməzdik. Yəni biz də onu sifariş vermişik, nə vaxta gələcək. Nəysə əzizlər, mən 3 əsas diqqətə alınması faktoru qeyd etsəm də, ancaq birində ilişib qalmışam bayaqdan. Çünki birincidə o qədər problem var ki, ikinciyə keçməyə də ehtiyac duymuram. Zalaqaltılar düzgün torpaqlarında öz potensialını ortaya qoya bilər. Bundan başqa, əgər zalaqaltı kiçik köklərə və səthi köklərə sahibdirsə, bu artıq açıq aydın deyir ki, məni sulayanda çox həssas ol. Çünki heç sulamadan da mən zaten dərinə gedə bilmirəm. Çünki oksigenim çatmır. Boğuluram. Ona görə mənim köklərimi suda boğma və məni tez-tez havalandır. Zəngin oksigenli su ilə məni sula. O halda mən sənə həm bol məhsul verəcəm, həm də az problem çıxardacağım. Həm kök dezinfeksiyasında, yəni belə deyim ki, həm kök dezinfeksiyasında önəmlidir, həm də yüksək oksigenli su kimi Perks istifadəsi Gizella üçün farsajdır, farsaj. Amma çox az bağ, yəni demək olar ki, heç mən gəzdiyim, tanıdığım, bildiyim, eşitdiyim əksər bağların heç birində Perksdən istifadə yoxdur. Əgər demək istədiyim Perksin istifadə, mən paylaşımlarımda var. Necə istifadə olunur, niyə istifadə olunur, suda hansı keyfiyyətləri aşılayır suya və s. və ilaxır. Yəni oradan yararlana da bilərsiniz, əlavə olaraq sizə söz məlumat verərəm. Yəni mən sizə bir şey xatırlatmaq istəyirəm ki, ağacların hamısının həşərat qovucu maddələr istehsal etmək kimi bir bacarıqları var. Və demək olar ki, bütün bu repellent maddələrin istehsalı ancaq köklərdə gedir. Bütün ağaclara aiddir. Yəni, kökü zəif olan ağacların kökünə azca əziyyət vermək lazımdır ki, o ağac həşəratların qurbanına çevrilsin. İndi bəzi ağaclarda həşərat probleminin həlli niyə problemə çevrildiyini anlaya bilərsiniz. Çünki kökün repellent maddə və saysız hesabsız orqanik turşuların istehsal etmək funksiyası qalır. Bir yana kök sadəcə yaşamaq üçün yollar axtarır. Bugün su problemini bir təhər ötürürsə, sabah monotərkib hansısa bir gübrə problemi ilə üz-üzə qalır. Yetim yaşamaq üçün çapalayır, amma anlayan yoxdur. Əsasən də Gizellalara aiddir bu sözüm. Torpağın 50% qum deyilsə, orada Gizella əkməyi məsləhət görməzdim. Son günlərdə ancaq Maxima üstündə bağ qurmağa çalışılır. O gün Qobaq Açmazdaydım, 20-dən artıq sahibkarla görüşdüm. Hamısı da Maxima üstündə bağ qurmaq istəyir. Səbəbini soruşsam da, demək olar ki, cəmi bir fermer sərbəst fikrini ifadə edə bildi. Qalanları palaza bürün, ellə sürün və yaxud da palaza bürün, 2-3 adamın dalıca sürün. Söz yox ki, mən də Maximanın tərəfdarıyam, amma yəni düşünərək Maximanın tərəfdarıyam. Çünki əksər əkinlər Qubanın aşağı düzənliklərindədir. Amma yuxarı qalxdıqca Gizellanın ortaya qoyduğunu Maxima heç vaxt qoya bilməz. Çünki yuxarılarda həm torpaq daha qumludur, daha süzücüdür və iqlim də Gizella üçün uyğundur. Soyuqdur, sərindir. Həm də Gizellanın qidalandırmaq Maximanı qidalandırmaqdan daha asandır. Aşağı konsentrasiyada gübrələrlə qidalandırılır Gizella. Amma Maximalar yüksək konsentrasiya. Gizella'ya Maximaya verilən 1/3 verirsə, daha çox məhsul və daha yüksək kalibrə verir.
Nəysə, qoyarıq bunları kənara. Beyrut'a gəldikdə isə məncə bu daha çox özünü doğruldacaq. Çünki Maxima kimi daha geniş əraziyə yayılır. Gizella kimi erkənçidir və səthi kökləri də kifayət qədərdir. Mövzu həddən artıq geniş mövzudur. Saatlarla bu haqda danışmaq mümkündür. Sadəcə ən önəmli mövzulardan biri də sulama mövzusudur. Bunu da düzgün proqramlaşdırmadan bağlarda yüksək nəticə mümkün deyil. Onu da uzun olmasın digər bir videoda paylaşacağım. Amma calaqaltı mövzusu bitmədi. İstəyərdim ki, calaqaltı mövzusunda geniş paylaşımlar olsun, təcrübəli həmkarlar tərəfindən də. Və mən bir şey xatırlatmaq istəyirəm ki, bu günlərdə Maximaya yüklənən, məsələn 3 il, 5 il bundan qabaq Gizella'ya yüklənən sahibkarlar bu günləri yavaş-yavaş onları ləğv eləyib Maximaya keçir. Maximanı da 5 gündən sonra Beyrut əvəz eləyəcək. Yəni, məsələ ondadır ki, Maxima da özünə görə calaqaltıdır, Gizella da özünə görə calaqaltıdır, Beyrut da özünə görə calaqaltıdır. Sadəcə düzgün istifadə eləyəndə hər biri sizi qazandırır. Düzgün istifadə eləməyəndə, yəni siz elə dəyişə-dəyişə qalacaqsınız. Yəni calaqaltıları dəyişə-dəyişə qalacaqsınız. Bu da sizi kifayət qədər hər bağı dəyişəndə 2 il, 3 il ən azı pistoy qalırsınız da, belə deyim. Bu qədər. Daha geniş mövzu paylaşacağım bu mövzuda. Amma yəni həmkarlarımız da bir şeylər paylaşsın istəyərdim.